Bakıda yerləşən İdrak Liseyində baş verən silahlı insident ölkə gündəmini sarsıdıb. 10-cu sinif şagirdinin müəlliminə ov tüfəngi ilə atəş açması nəticədə 29 yaşlı qadın müəllimənin xəsarət alması cəmiyyətdə böyük narahatlıq yaradıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Baş verən olaydan sonra liseydə təhsil alan şagirdlərin valideynləri məktəbə axışıb. Nikol Mentazın məlumatına görə əməkdar artist Akşin Abdullayev də övladını götürmək üçün liseyə gəlib. O, jurnalistlərə açıqlamasında məktəb rəhbərliyinin valideynləri sakitləşdirməyə çalışdığını bildirib. Gəlmişəm uşağı götürməyə, məktəbdə deyirlər salamatçılıqdır, heç bir problem yoxdur, deyirlər ki, şayədir, valideynlər bilsin ki, salamatçılıqdır, heç kimə, heç nə olmayıb, valideyni uzaqda olan uşaq da var, narahat olmasınlar, övladım 5-ci sinifdə oxuyur, məktəbə gedəndə uşaqları yoxlayırlar, içəridə polislər var. Modern Azın yaydığı məlumata görə, bu liseydə bir sıra tanınmış şəxslərin övladları və nəvələri də təhsil alır. Aparıcı Zaur Baxşəliyevin qızı, əməkdar artist Akşin Abdullayevin övladı hazırda burada oxuyur. Bundan əlavə, Ameyanın prezidenti İsa Həbibbəylinin nəvəsi, xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu təhsil ocağının şagird və məzunları olublar. Bu fakt hadisənin rezonansını daha da artırır. Çünki söhbət sadəcə bir məktəbdən yox, cəmiyyətin tanınmış simalarının da etibar etdiyi bir təhsil müəssisəsindən gedir. Valideynlərin narahatlığı da məhz buradan qaynaqlanır. Məktəb hər kəs üçün, istər adi ailənin, istərsə də məşhurun övladı üçün təhlükəsiz məkan olmalıdır. Məncə burada əsas məsələ kimlərin övladlarının hansı məktəbdə oxuması deyil. Əsas sual budur. Necə oldu ki, bir şagird silahı çantasına qoyaraq məktəbə daxil ola bildi? Bu həm ailə daxili nəzarət, həm də məktəb təhlükəsizliyi ilə bağlı ciddi boşluqlara işarə edir. Təhsil ocaqları uşaqların özünü təhlükəsiz hiss etdiyi məkan olmalıdır. Əks halda cəmiyyətdə qorxu və inamsızlıq daha da dərinləşəcək.